İbn-i Qayyim Rahmetullah'ın bu barədə xas kitabı var. İddətü Sabirin və Zəxirətü Şakirin, səbir və şükür barədə yazdığı bir kitab. Orada gözəl bir müqayisə gətirir. Deyir ki, aqil insanlar ilə qafil insanların səbirləri arasında fərq nədir? Deyir, qafil insan, aqil insanın əvvəldə etdiyini edir, lakin axırda. Bir müsibətdir, başa gəlir. Aqil insan nə edir? Müsibət başa gələn anda səbir edir. Həqiqi səbir budur. Qəflətdə olan insan isə müsibət başa gələndə deyinir, danışır, bir başına vurur, bir dizinə vurur, ah edir, oh edir, sonra yorulur. Axırda səbir edir, etmir, səbir edir. Buna deyirlər icbari səbir, məcburi, ixtiyari səbir deyil. İbn-i Qayyim Rahmetullah deyir ki, bu qafillərin səbridir. O da hansıdır? Aqil insanın əvvəldə etdiyini o sonda edir. Və bu da Allahın rəhmətindəndir. Hətta alimlərdən biri deyir ki, insanın həyatında, baxın, həyata, nə dünyaya gəlirsə, insanın özündən tut, bitkilərdən tut, heyvanlardan tut, əməldən tut, elmdən tut. Hə? Nə varsa, hər şey kiçik başlayır və vaxt keçdikcə nə olur? Böyüyür, artır, hər şey. Allahın rəhmətindəndir ki, bundan istisna olan nədir? Müsibətlər başa gələn. Çünki müsibət başa gələndə böyük gəlir, tam əksidir. Vaxt keçdikcə nə olur? Kiçilir və azalır. Necə ki, Yaqub əleyhissalam oğlu Yusufu itirəndə demişdi ki, fəsabrun cəmil. Yəni, mənə düşən nədir? Gözəl səbr etmək.